Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İrandan Azərbaycana 31 kiloqram narkotik keçirilməsinin qarşısı alındı. İndi isə daha ətraflı. Ötən gün İran Telekommunikasiya şirkətinin Təbriz və Urmuş şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eləmi keçiriblər. Bu barədə yerli mənbələr məlumat yayıb. Təqaüdçülər pensiyaların artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqların pozulmasına etirazlarını bildiriblər. Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir. Ötən gecə İranın Kirman əyalətinin Fəhrəz şəhərinin girişindəki nəzarət məntəqəsindəki silahlı şəxslərlə hökumət məmurları arasında silahlı toqquşma olub. Bəluç fəallarının kampaniyasının bildirdiyinə görə silahlı qarşıdurma nəticəsində 2 polis əməkdaşı və 2 təhlükəsizlik məmuru həlak olub. Sepan yaydığı rəsmi məlumatda isə 3 Sepa üzvü və mülki şəxsin öldüyü iddia olunub. Yerli şahidlər qarşıdurmanın şiddətli olduğunu bildiriblər. Ölənlərlə yanaşı çox sayda məmurun da yaralandığını qeyd ediblər. Hücumçuların kimliyi məlum deyil və hələlik heç bir təşkilat hücumun məsuliyyətini öz üzərinə götürməyib. İranda İsfahan Nətənz istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə İsfahan əyaləti valiliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Hadisənin avtobusun yoldan çıxaraq mini avtobusu ilə toqquşmasından sonra meydana gəldiyi bildirilib. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğuna görə ölü sayının artacağı ehtimalı olunur. Bugün İranın İsfahan əyalətinin Bərxur rayonunda baş verən yanğın nəticəsində 9 işçi həlak olub. Bu haqda əyalət bağlılığının Fövqəladə Hallar Təşkilatının başçısı Mənsur Sişəşvur məlumat yayıb. Onun sözlərinə görə yanğın Dövlətəbad sənaye bölgəsində yerləşən istehsal müəssisələrində meydana gəlib. Şişəfruş işçilərin tüstü və qazdan boğularaq öldüklərini bildirib. Hələlik hadisənin dəqiq baş vermə səbəbləri açıqlanmır. Bugün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 99-cu dəfədir ki, hər həftənin ikinci gündən başlayaraq 24 saat müddətində keçirilir. Qeyd edək ki, cari ilin əvvəlindən bugünə kimi İran həbsxanalarında edam edilənlərin sayı 1500-ü keçib, onlardan 43-ü qadındır. İranın müxtəlif əyalətlərində yaşayan Qaşqay türkləri, Qaşqay əyalətinin yaradılması və ya onların kompakt yaşadıkları əyalətlərdən birinə Qaşqay adının verilməsi tələbi ilə imza kampaniyası başladıblar. Bu haqda onlar sosial media şəbəkəsində məlumat yayıblar. Məlumata görə kampaniyanın başladılmasından keçən 3 gün ərzində 28 mindən çox Qaşqay türkü bununla bağlı petisiyaya imza atıb. Qeyd edək ki, Qaşqay türkləri əsasən İranın Şiraz, İsfahan, Çaharmahal və Bəxtiyari və bu şəhər əyalətlərində, qismən isə Xuzistan, Kökülliyə və Boyar Əhməd əyalətlərində yaşayırlar. Onlar saylarının təxminən 3 milyon olduğunu bildirsələr də, İran hökumətinin 2016-cı ilə olan rəsmi statistikasında 959 min nəfərin Qaşqay türkçəsində danışdığı iddia edilib. Xəbərlərimiz davam edir. İran, ABŞ prezidenti Donald Trumpın təklif etdiyi TRIP planına qarşıdır. Bunu təhlükəsizliyə təhdid kimi görür. Bunu İranın lideri Əli Xamneyinin müşaviri Əli Əkbər vilayəti dekabrın 15-də Tehranda Ermənistanın səfiri Qriqor Akopyan ilə görüşdə deyib. Trumpın Qafqazla bağlı planı Zəngəzur dəhlizindən fərqlənmir və İslam Respublikası tamamilə buna qarşıdır. Xameneyinin xarici siyasət məsələsi üzrə müşaviri əlavə edib. Onun iddiasına görə bu dəhliz İranın şimalından NATO-nun mövcudluğuna şərait yaradır. İranın şimali və Rusiyanın cənubuna ciddi təhdid törədir. Qeyd edək ki, Tramp yolu adlanan bu marşrutun Ermənistanın cənubundan keçməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan esklavını birləşdirməsi nəzərdə tutulur. Azərbaycanda Zəngəzur dəhlizi dediyi bu marşrutla bağlı razılaşma avqustun 8-də Vaşinqtonda əldə olunub. Bakı və Yerevan həmin sammitdə sülh sazişində paraflayıblar.
Çin, Birləşmiş Ərəb Əmirliklərinin Kiçik Tümb, Böyük Tümb və Əbu Musa adaları ilə bağlı İranla mübahisəsində mövqeyini bir daha dəstəkləyib, Pekin məsələnin beynəlxalq hüquqa uyğun və dinc danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Bu haqda Çin Xarici İşlər Naziri Wang Yin 12-13 dekabr tarixlərində Əbu Dabidə Birləşmiş Ərəb Əmirliyi həmkarı Abdullah bin Zayed Al Nəhyani ilə görüşündən sonra verdiyi açıqlamada bildirib. Çin, Birləşmiş Ərəb Əmirliyinin Böyük Tümb, Kiçik Tümb və Əbu Musa məsələsini BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ikitərəfli danışıqlar yolu ilə həll etmək üçün dinc səylərini dəstəklədiyini bir daha bildirir. Xarici İşlər Nazirliyinin başçısının bəyanatında deyilib. Buraxılışımız davam edir. Dekabrın 15-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası silaha komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri 1985-ci il təvəllüdlü Şapazov Qədir Hüseynağa oğlu və 1986-cı il təvəllüdlü Babayev Samiq Mövsumağa oğlu saxlanılıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Yardımlı rayonunda narkotiklərin qaçaqmalçılığına qarşı keçirilən əməliyyat zamanı İran vətəndaşları saxlanılıb, onlardan 30 kiloqram psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə yardımlı rayon polis şöbəsinə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xəzridən 30 kiloqram tərkibli psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Davam edirik. Qarabağı könüllü tərk etmiş ermənilərdən 26.233 nəfəri Ermənistan vətəndaşlığı alıb. Ermənistan rəsmisinin sözlərinə görə daha 6.696 nəfərin müraciəti hazırda baxılma mərhələsindədir. Vətəndaşlıq alanların əksəriyyəti yetkin şəxslərdir. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirinin müavini David Xaçatryan vətəndaş müqaviləsi fraksiyasının deputatı Babken Tunyanın sualına cavab olaraq bildirib. Onun sözlərinə görə daha 6.696 nəfər isə vətəndaşlıq üçün müraciət edib və onların müraciətləri baxılma mərhələsindədir. Bugünə qədər 26.233 nəfər vətəndaşlıq alıb, onlardan 16.919-u yetkin, 8.314-ü yetkinlik yaşına çatmayandır. Vətəndaşlıq üçün müraciət edən və ərizələri hələ də işlənmə mərhələsində olanların sayı 6696-dır. Xaçatryan bildirib. Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı səfirlər konfransında bildirib. Azərbaycanla dialoq apararkən eyni zamanda Ermənistanla normallaşma prosesini də irəlilədirik deyə Türkiyə Prezidenti qeyd edib. Türkiyə Prezidenti onu da bildirib ki, bu istiqamətdə gələn ilin əvvəlindən etibarən bir neçə simvolik addım atacaqlar. Amerika Prezidenti Donald Trump bildirib ki, Ukrayna münaqişəsində nizamlanma heç vaxt olmadığı qədər yaxındır. Amerika lideri bunu Ağ Evdə çıxışı zamanı deyib. Düşünürəm ki, hazırda Ukraynada nizamlanmaya heç vaxt olmadığı qədər yaxınıq. Görək nə etmək mümkün olacaq, Trump qeyd edib. Donald Trump Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı apardığını da bildirib. Amerika liderindən son vaxtlar Rusiya prezidenti ilə birbaşa təmasın olub-olmadığı soruşulub. Trump bu suala qısa şəkildə hə cavabını verib, lakin danışığın detalları barədə açıqlama verməyib. Çoxsaylı məsələlərdə həqiqətən irəliləyiş əldə olundu, lakin əldə etdiyimiz nəticələri qarşı tərəfin necə qəbul edəcəyini bilmirəm. Amma vacib olan odur ki, biz eşidildik. Bunu Berlində səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski, Almaniya kansleri Friedrich Merz ilə birgə mətbuat konfransında deyib.
Müzakirələrdə yer alan bəzi məsələlərin Ukraynanın mövqeyinə zidd olduğunu vurğulayan Zelenski onları sənədlərin yeni versiyasında görmək istəmədiyini bildirib. Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu əlbəttə ki, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir. Bu çox uzun bir dialoqdur. Biz onların nə istədiyini çox yaxşı anlayırıq. İnsanlar buna inana bilər ya da inanmaya bilər, amma biz tam dəqiq bilirik ki, onlar nə istəyirlər. Görüşdə Ukraynanın mövqeyinin Amerika tərəfinə aydın şəkildə çatdırıldığını deyən dövlət başçısı deyib ki, Amerika tərəf vasitəçi kimi müxtəlif addımlar təklif edəcək ki, müəyyən konsensus əldə olunsun. Ümid edirəm ki, bu məsələlərdə Amerika öz vasitəçiliyi rolunu davam etdirəcək. Bu bizim üçün perspektivli olar. Polşa, Ukraynada yerləşdirilməsi müzakirə olunan mümkün çoxmillətli qüvvələrdə iştirak etməyəcək. Bunu ölkənin baş naziri Donald Tusk bildirib. Onun sözlərinə görə bu Polşanın müstəqil qərarıdır. Bu bizim suveren qərarımızdır. Polşa hara əskər göndərib göndərməmək məsələsini özü müəyyənləşdirir. Baş nazir həmçinin qeyd edib ki, Ukraynanın ərazi güzəştləri Amerikanın sülh razılaşmasına təminatçı qismində çıxış etməsi üçün irəli sürdüyü şərtlərin bir hissəsidir. Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya məhkəmə yolu ilə dondurulmuş aktivlərin mümkün müsadirəsinə etiraz edərsə, bu, Belçika iqtisadiyyatı üçün ağır nəticələrə gətirib çıxara bilər. O qeyd edib ki, Rusiyanın dondurulmuş aktivlərinin əsas hissəsi Belçikada və Belçikalı şirkətlərin nəzarətindədir. Baş nazirin sözlərinə görə beynəlxalq hüquq bu cür müsadirəni qəbul etmir və Rusiya məhkəmədə qalib gələrsə, Belçika tərəfi həmin vəsaitləri geri qaytarmaq məcburiyyətində qalacaq. Orban vurğulayıb ki, bu ssenari reallaşarsa sözügedən məbləğin geri ödənilməsi Belçika iqtisadiyyatının çöküşünə səbəb ola bilər. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.